Birinci bölüm. Bugün tarix və ədəbiyyatın izinə düşdüm. Türk ədəbiyyatının öncül şairlərindən biri olan Namiq Kemalın ev muzeyinə baş çəkdim. Osmanlı dövrünün maarifçi yazıcısı, şairi və fikir adamı olan Namiq Kemal azadlıq, vətən və xalq üçün yazan bir şair idi. Vətən anlayışını poeziyaya gətirən ilk yazarlardandır. Onun fikirləri yalnız kağızda qalmadı, bir dövrün ruhuna çevrildi. Bu evdə bir zamanlar azadlıq haqqında yazılırdı. Sözləri ilə xalqı oyadan Namiq Kemal burada yaşayıb, burada düşünmüşdü. Bugün sanki Namiq Kemalın həyatına toxundum. Onun yaşadığı evi görmək, sözlərlə dolu bir keçmişə pəncərə açmaq kimidir. Bu evdə sukunluq danışır, sözlər yox, ruh danışır və ya sadəcə pıçıltı ilə. Namiq Kemal bu evdə yaşayıb, bu evdə yazıb, bu evdə yaradıb. Onun evində olmaq, sözün gücünə şahid olmaq kimidir. Fikrin gücü qılıncdan kəskindir. Namiq Kemalın həyatı bu fikri sübut edir. Ədəbiyyatla azadlıq arasında körpü quran bir ruh. Namiq Kemal.